Yəni gətir də qardaş, mən hazıram. Gətir mənə Şeyx İbrahim Ruheylinin müxalif Əhlüsünnənin əqidəsinə, mənhəcinə müxalif bir söz. Gətir mənə, deyim halaldır sənə qardaş. Vallahi, billahi bu günə qədər bir mülahizəsini çəkəməyiblər. Bir dənə söz eşitmişəm, alimlər danışır. Bundan başqa heç də eşitməmişəm. Vallahi, billahi bu günə qədər heç də eşitməmişəm. Bu günə qədər bir dənə olsun belə deyirəm ha. Vallahi, yəni şəxsən tanıyıram özdə, məni də şəxsən tanıyır. Yəni gözəl münasibətim var və bu günə qədər tam məsuliyyətlə deyirəm ki, insanın mənə bir dənə mənhəc və əqidə xətasını, təbii ki, orada yəni fiqhi məsələlərdə, bu əhkamlarda ola bilsin, yəni tərcihlər müxtəlif olsun. Necə ki, bu hamısında var. Yəni insan hər hansı bir ixtilafda, yəni hansısa bir qovlu tərcih etməyə ixtiyarı var. Bu tam başqa şeydir. Amma müxalifəti var. Yəni sünnəyə müxalif olub, əqidəyə müxalif olub, mənhəcdə, Əhlüsünnə mənhəcindən çıxıb. Gətir məndən bir dənə, sadə bir dənə, qardaş çox istəmirəm, bir dənə görsət, deyim ki, halalsan, haqqın var sənə tanışmağa. Yəni Şeyx İbrahim Ruheyli Əhlüsünnə böyük alimidir. Yəni kimsə gətirsə mənə, mən tanıyırsınız. Mən daim yəni cavab verməyə hazıram. Bir dənə mülahizəsinin adını çək, görək Əhlüsünnəyə, əqidəsinə və mənhəcinə müxalifdir, ondan sonra söhbət eləyərik. Kaş ki sən biləydin. Kaş ki sən biləydin ki, belə təəssübkeşlik olmur. Mənim Şeyx İbrahim Ruheyliyə müvafiq olmadığım nə qədər məsələlər var. Hətta əqidədə, yəni əqidə mövzusunda, hətta mənhəc mövzusunda, fiqh əhkamlarda danışmıram. Nə qədər müvafiq olmadığın məsələlər var. Belə təəssübkeşlik olmur. Təəssübkeşlik %100 mütəəssibsən. Nə deyir onu təkrarlayırsan. Nə deyirsən onu. Mən belə etməmişəm, hətta mütəəssib olam ona. Və Allaha sığınıram mütəəssiblikdən. Təəssübkeşlikdən Allaha sığınıram. Belə etməmişəm. Bu günə qədər etməmişəm heç kimə vallahi. Baxmayaraq ki, ona daha çox üstünü verirəm. Bununla yanaşı razılaşmadığım məsələlər onlarla. Hətta özünlə münaqişələr etmişəm, bəzi məsələlərdə özünlə münaqişələr etmişəm. O deyib, mən demişəm, o deyib, mən demişəm, razılaşmamışam, səhv, bu günə qədər etiqad edirəm ki, səhv deyil o məsələdə. Hətta əqidədə, yəni əqidə mövzusunda, hətta mənhəc mövzusunda, fiqh əhkamlarda danışmıram. Nə qədər müvafiq olmadığım məsələlər var, razılaşmadığım məsələlər onlarla. Vallahi, billahi bu günə qədər heç də eşitməmişəm. Bu günə qədər bir dənə olsun belə deyirəm ha. Vallahi. Bütün hizbilər yalancıdır. Bütün hizbilər sələfdən başqa bir əqidəyə, bir mənhəcə nisbət olunanlar yalan danışanlardır.